Salam əziz həmvətənlər. Bu günləri biz Gəncə şəhəri Şəhidlər Xiyabanındayıq. Bura bizim gəlişimizin səbəbi ondan ibarətdir ki, biz bir təşəbbüs qrupu olaraq keçən ilin oktyabr ayından Azərbaycanın bütün bölgələrinə, icra hakimlərinin, hakimiyyətlərin başçılarına biz müraciət etmişik. Hal-hazırda biz Bakı şəhəri İstiqlal Muzeyində şəhidlərlə bağlı köşə yaradırıq. Biz istəyirik ki, bir təşəbbüs qrupu olaraq heç bir şəhid yaddan çıxmasın. Həmin şəhidlərin biz qutularını hazırlayırıq, qələm qutularını və qələm qutularının içində 3 rəngli qələmlər hazırlanır. O qələmlər sadə qələmlər deyil. O qələmlərin içində həkk olunmuş şəhidin şəkli olur və şəhidin həyat yolu bu qələmlərin içində çap olunmuşdur. O qələmlər çox uzun ömürlü qələmlərdir. 100 il, 200 il, 300 il, hətta 400 ildə o qələmin ömrü var. Bu işdə bizə dəstək olan Respublika qəzetinin rəhbərinə biz öz minnətdarımızı bildiririk. Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmail Ağayevə öz minnətdarımızı bildiririk. Bəzi iş adamlarına öz minnətdarımızı bildiririk. Bizim arzumuz ondan ibarətdir ki, Gəncə şəhidlərimiz də yaddan çıxmasın. Mən üzümü tutub Gəncə şəhərinin mərd oğullarına onu demək istəyirəm ki, bizim Gəncəmizin çox mərd evlatları var, hansı ki bizlər üçün gedib canlarından, qanlarından keçiblər. Biz onların səbəbinə hal-hazırda firavan yaşayırıq. Bizim əsas məqsədimizin ikinci hissəsi ondan ibarətdir ki, biz bu qələmlər vasitəsilə gələcək nəsillərə bu informasiyaları ötürək və bu qələmlər muzeylərdə yerləşdirilsin. 100 ildən sonra, 200 ildən sonra hansısa bir araşdırmacı gəlib o qələmləri əldə edə bilər və o qələmlər şəhidlər haqqında kitab istəsələr yazarlar, hansısa informasiyanı istəsələr orada əldə edə bilərlər. Mən arzu edərdim ki, bizim bu haqq səsimizə Gəncə sakinləri də səssiz qalmazlar, Allahın köməklə inşallah. Yəni bu belə bir işdir ki, bu işi təkcə dövlət üzərinə qoymaq lazım deyil. Çünki Respublikamızın daxilində də, hüdudundan kənarda da bizim əziz qardaşımız gəncələr yaşayır, hansı ki iş adamlarıdır. Mən arzu edərdim ki, hər bir milli qeyrəti və imkanı olan Gəncəli öz Gəncə şəhidlərinin yaddan çıxartmayacaqlar. Allah rəhmət etsin cəmi şəhidlərə. Arzu edirəm ki, bizim bu muzeyimiz ərsəyə gəlsin və bizim o Gəncə şəhidlərimiz də həmin muzeydə öz yerini alsın. Çox sağ olun.